Hər vaxtınız xeyir olsun. Yenidən sizi salamlayırıq dəyərli izləyicilərimiz. Sırada isə bir sujetimiz olacaq. Əfqanistanın Bagram aviabazası yenidən gündəmə gəlib. Bazanın taleyinin Birləşmiş Ştatlar və Taliban arasında həll edildiyinə dair iddialar dolaşır. Strateji baxımdan önəmli yerdə qərarlaşan Bagram aviabazası böyük güclərin maraqlarının toqquşduğu nöqtə kimi qiymətləndirilir. Bundan əvvəl Bagramı heç bir xarici qüvvəyə təslim etməyəcəyini deyən Talibanın geri addım atacağı nə qədər realdır araşdırmışıq. Əfqanistan Bagram hava bazasına nəzarəti Birləşmiş Ştatlara ötürür. Ölkənin sabiq prezidentinin sözçüsü Nəcib Azad paylaşdığı video müraciətdə belə bir iddia ilə çıxış eləyib. Onun sözlərinə görə Taliban hökuməti Vaşinqtonla bu barədə razılaşmaya gəlib. Məlumata görə Birləşmiş Ştatların 7-ci xüsusi təyinatlı hava desant qrupu Eglin aviabazasından Bagrama yollanıb. Bu iddia son günlərdə Talibanın Birləşmiş Ştatlara qarşı səsləndirdiyi konkret ritorika ilə ziddiyyət yaradıb. Hərbi obyekt bir vaxtlar Vaşinqtonun Asiyadakı dayaq nöqtələrindən biri kimi sayılıb. Ancaq Biden administrasiyası dövründə Amerika ordusu Bagramı rəsmi olaraq tərk etdi. Bu qərarla barışa bilməyən hazırki prezident Donald Trump bir müddət əvvəl sözgedən bazaya ölkənin ehtiyacı olduğunu bildirdi. Taliban hökuməti isə qəti qərarla çıxış eləyərək heç bir xarici qüvvəyə ölkədə yerləşməyə icazə verməyəcəyini açıqladı. Bu səbəbdən Bagram aviabazasının Birləşmiş Ştatlara təhvil veriləcəyi iddiası suallar doğurur. Analitiklərin fikrincə, Vaşinqtonun bölgədəki maraqları və təzyiqləri Talibanı geri addım atmağa sövq etmiş ola bilər. Günümüzdə değişen şartlar ve önceliklerin yer değiştirmesi, Çin ile olan mücadelelerin tekrar öne çıkması, Çin'in Afganistan Bagram hava üssü ve bu coğrafyaya etkisinin artıyor olması Amerika'yı tedirgin etmiştir. Mevcut Afgan yönetimi şu anda da Amerika ile anlaşmaktan başka çaresinin olmadığını anlamış durumdadır. Çünkü ipleri ve geçmişleri Amerika ile bir şekilde bağlantılıdır. Aydındır ki, Trump'ın Bagram aviabazasına marağı sadəcə bir zamanlar itirilmiş hərbi obyekti geri almaq deyil. Birləşmiş Ştatlar bununla Mərkəzi və Cənubi Asiyaya nəzarəti bərpa etməyə çalışır. Bu mənada Vaşinqton, Çin, Rusiya və İran üzərində fokusunu cəmləyə bilər. Bazanın yerləşdiyi yer xüsusilə Çini müşahidə etmək baxımından ABŞ üçün idealdır. Son vaxtlarda Trump administrasiyasında Pekinin Tayvana hücum eləyəcəyi ilə bağlı fərziyyələr yüksəlir. Bagram aviabazasının Çinin Sincan əyalətində yerləşən Lopnur nüvə obyektinə yaxın olması da Vaşinqtonun əlini gücləndirəcək amillərdəndir. Geoiqtisadi aspektdən baxdıqda Amerika əskərinin Əfqanistanda varlığı Çinin bir kəmər bir yol marşrutuna yaxın olması deməkdir. Burada Birləşmiş Ştatların qoyduğu ən yüngül iz belə Pekinin və Moskvanın hesablamalarını dəyişə bilər. Trump'ın Bagram hava bazası vasitəsilə Çini nəzarətdə saxlamaq və Çinin nüvə silah obyektlərini əhatə dairəsində saxlamaq imkanı var. Fikrimcə bu Çin üçün narahatlıq doğursa da ölkə bundan ciddi təhlükə hiss etməyəcək. Çünki Çinin nüvə obyektləri ölkənin bütün hissəsinə yayılmış vəziyyətdədir. Eynilə Vaşinqton kimi Çinin də Əfqanistanda siyasi və iqtisadi maraqları var. Taliban hökuməti hələlik Bagram aviabazasının Vaşinqtona verilməsi iddiasına rəsmi cavab verməyib. Bəzi ekspertlər hesab eləyirlər ki, qətiyyətə baxmayaraq hazırda Taliban daha geniş beynəlxalq legitimlik axtarır. Birləşmiş Ştatlarla danışıqlar isə buna doğru bir addım ola bilər.